Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala adahim ecmain. Allahümme accil velikel fərəc. Deməli, bu bəhsimizdə inşallah qeyd edəcəyik ki, itrət sözünün, Əhl-i Beytin sözünün mənası nədir? Məqsəd kimlərdir? Və bu rivayətlərə ümumi hədis prizmasından məzhəblərin, məktəblərin hədis kitablarında izaha baxacaq. Məsələn, rivayətin biri Səhih Müslimdədir. 4-cü ilin 1883 nömrəli səhifəsində. Deməli, həddəsinə Əbu Bəkir bin Əbi Şeybə və Muhammed bin Abdullah bin Numayr. Ki, xulası sənədi ilə nəql olunur, ta ki, kimdən? Ən Safiyyətə binti Şeybə qalət Aişə. Ki, Səfiyyə, Şeybənin qızı Səfiyyə nəql edir ki, Ayşə dedi. Xaricən Nəbiyyü sallallahu aleyhi və aleyh qadətən və aleyhi mirtun murahhalun min şi'r asvada. Deməli, Peyğəmbər sallallahu aleyhi və aleyh deyir, sübdən qara yundan tikilmiş libasını geyindi, evdən çıxdı. Deyir, bu vaxt nəvəsi Həsən aleyhissalam gəldi. Peyğəmbər salavatullah onu libasının altına aldı. Həmin əbanın. Sonra deyir, ardınca Hüseyin gəldi. İmam Hüseyin aleyhissalamı da əbanın altına aldı. Sonra ardınca Fatimə gəldi. Daha sonra Əli gəldi. Aleyhissalam və hər ikisini deyir, Allah Rəsulü əbasının altına aldı və dedi, Bismillah, innəmə yuridillah liyusibə ankumur ritsə əhləl bəyt və yutəhhirəkum tathira. Əhsəb otusu çoxdur və məna da nədir? Burada anlaşıldı ki, yəni bu əhl-i beytdə məqsəd bu şəxslərdir. Bəzi vaxt Müstədrək Əl-Səhihində Hakim Nişaporinin nəql elədiyi 3-cü cildin 159-cu səhifəsində və başqa mənbələrdə də var ki, kətəbə ilə Əbu İsmail Muhammed bin Nahvi yəskuru ənəl Həsən ibn Ərəfə həddəsəhum qalə. Xülasə bu sənədlə nəql edir ki, ta gəlir ora, bəs Mismar Mövlə Amir bin Səd, Amir bin Sədin mövlası Mismar, ya bu Keyl bin Mismar, qeyd edir ki, eşitdim ki, Amir bin Səd, yəni ağası, o Amir bin Səd nəql edir ki, Nəzələ alə Rasulillah sallallahu aleyhi və aleyh el-vahyu fəədxələ Aliyyən və Fatimətə və əbneyhuma təhtə savbihi sümmə qal, Allahümmə haulay əhli və əhlu beyti. Deyir, deməli, bu Səd deyir ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi vəhiy gəldi və yəni vəhiydə məqsəd Əhzab 33-dür, Təthir ayəsi hissəsi sırf ki, innəmə yuridullah olaraq başlayır ki, və bundan sonra Əlini, Fatiməni və 2 övladını, yəni Həsən və Hüseyin aleyhissalamı ki, libasın altına aldı və dedi, Allahım, bunlar mənim əhlimdir. Allahım, bunlar mənim əhl-i beytimdir. 2 dəfə bu cür kəlməni fərqli olaraq işlətdi. Sonra, məsələn, yenə də Hakim Nişapori Müstədrəkdə ki, eyni kitabın 3-cü cildin 158-ci səhifəsində də bu rivayəti qeyd edir ki, yenə Əbu Bəkir Əhməd bin Salman Əl-Faqih sənədi ilə ta filan kəsdən ki, bəs Ə'ta bin Yəssar, o da xanım Ümmü Sələmədən nəql edir ki, qalət fi beyti nəzələt innəmə yuridillah liyusibə ankum ritsə əhləl beyt. Deyir, mən Ümmü Sələmə xanımdan xulası nəql olunur ki, xanım buyurdu ki, salamullah aleyha, bəs mənim evimdə Əhzab 33 Təthir ayəsi nazil oldu və Allah Rəsulü sallallahu aleyhi və aleyh ki, çağırdı yanına Əlini, Fatiməni, Həsən və Hüseyni aleyhissalamı və dedi, Həulay əhlu beyti. Bunlar mənim əhli beytimdir. Və həmçinin Təbəri öz təfsirində, yenə də o da nəql edir ki, 12-ci cildin 8-ci səhifəsində ki, Ümmü Sələmədən Hükeym bin Səd zənciri ilə nəql edir ki, Ümmü Sələmə yanında Əbu Talib aleyhissalamdan danışanda bu cür dedi ki, qalət Ümmü Sələmətə ca'ən Nəbiyyü sallallahu aleyhi və aleyh ilə beyti fəqal, lə təəzəni li əhədin fəca'ət Fatimətu fələm istətü ən əhcübəhə ən əbihə sümmə ca'əl Həsən sümmə ca'ə
Hüseyin aleyhisselam. Xülasə deyir ki, Ümmü Sələmə ki, Peyğəmbər s.ə.v gəldi mənim evimə, dedi ki, yanıma girməyə heç kimi icazə vermə. Ki, deyir, bu vaxtda xanım Fatimə gəldi, amma mən ona mane ola bilmədim. Sonra Həsən gəldi, sonra Hüseyin gəldi, sonra Əli əleyhissalam gəldi və deyir, bunların heç birinə mən mane ola bilmədim. Hamısı daxil oldular Peyğəmbər sallallahu yanına və hər biri ətrafında Peyğəmbər sallallahu bir kilimin, bir palazın üzərində hamısı cəm olub əyləşdilər. Deyir, Allah Rəsulü çiyrindəki əbanı onların üzərinə atdı, çəkdi və sümmə qal. Sonra dedi, Haulə əhlü beyti fəshəb ənkumur ritsə və təhhirəkum tathirə və nəzədə həzəhil ayə hinə istəmə alə bisat. Ki, bəs deyir, ilahi, bunlar mənim əhl-i beytimdir. Onlardan hər cür çirkinliyi, zahiri, batını çirkinlikləri, nöqsanları uzaqlaşdır, pak qərar ver. Deyir, onlar ki, dairəvi şəkildə həmin o yerdə oturmuşdular, bu ayə nazil oldu. Yəni, Əhzab 30 Təthir ayəsi. Və Ümmü Sələmə deyir, sordu ki, fəqalət qultu ya Rasulullah və ənə qalət fəvallahu ma ənəmə və qal innəkə alə ilah xayrin. Deyir, Ümmü Sələmə deyir ki, sonra mən Allah Rəsulü sallallahu aleyhi və aleyhi sual dedim ki, ya Rasulullah, mən də əhl-i beytdənəm, deyir, və and olsun Allaha, Peyğəmbər s.ə.v bəli sözünü demədi. Yəni, nəəm, bəli sözünü demədi və sadəcə dedi ki, sən xeyir tərəf üzərindəsən, sən xeyirdən tərəfsən. Yəni, doğruya, xeyrə tərəfsən. Amma əhl-i beytdən saymadı. Bunu ki, ayə nazil olan evin sahibi xanım şəhadət verir. Və sonra Səhih Müslimdə yenə, məsəl üçün var, 4-cü cildində ki, 1874-cü səhifəsində, həmçinin ki, Əl-Ümdənin sahibi də 70-ci səhifədə 3 yerdə bu rivayəti nəql edir ki, Yezid ibn Həyyan deyir ki, Zeyd ibn Ərqəmin yanına gəldi və ona dedi ki, sən Peyğəmbər sallallahu aleyhi və aleyhi görmüş şəxssən və ləqəd rəaytə xeyrən, sən xeyirlər görmüsən, yəni Allah sallallahu aleyhi və aleyhinin bilgi olub, bu xeyirlərə nail olmuşsan, bəs biz üçün hədis dinən, Allah Rəsulundan kəlam dinən ki, bizlərə rivayət danış. Deyir, Zeyd ibn Ərqəm dedi ki, Allah Rəsulü sallallahu aleyhi və bunu deyibdir ki, mən sizin aranızda 2 ağır əmanət qoyuram, biri Allahın kitabıdır ki, və ondan yapışan ki, heç vaxt zəlalətə düşməz və heç vaxt hidayət yolundan azmaz. Deyir və biz də ona dedik ki, bəs ikincisi, o dedi ki, əhl-i beytidir Peyğəmbərin və biz deyir, ona sual verdik, mən əhl-i beyti, nisa'uhu, çox incə məsələdir, səhabələr sual verir. Deyir ki, səhabəyə sual verirlər ki, bəs əhl-i beytdə məqsəd kimdir? Qadınlardır, xanımlarıdır. Deyir, o dedi ki, qalilə, xeyr, deyir, innəl mərətə təkunu mə'ər rəculil əsra minəd dəhri sümmə yutəlliquha fətərci'u ilə əbiha və qavmihə. Deyir, xeyr, qadınlar ora aid deyil. Çünki qadın bir müddət, ya qısa, ya uzun müddəti əri ilə birgə yaşayır. Sonra kişi ona boşasa, talaq versə, o ata evinə yaxud da öz qövminin yanına qayıdır. Artıq öyle heç bir bağlılığı qalmır. Deməli, buna göstəricidir. Yəni, qadın həyat yoldaşı əhl-i beytdən sayılmayıb ki, məxsus bu xüsusi seçilmişlərdir. Sonra, məsələn, əhl-i beyt məktəbinin alimlərindən mərhum Şeyx Sadıq Kəmaləddin kitabında, Məanil Əxbar kitabında, məsələn, Peyğəmbər sallallahu aleyhi və aleyhidən rivayət nəql edir ki, Həzrət Əli əleyhissalam buyurdu ki, Allah Rəsulü bu cür buyurub, İnni muxallifun fikumus səqalin kitabillah və itrətə əhləl beyti və innəhuma lən yəftəriqan həttə gəlidə aleyyə havda qəhəteyni. Xülasə, burada deyir ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi deyir ki, mən sizin aranızda 2 ağır əmanəti qoyuram ki, bir xələfim olaraq, xəlifələrim olaraq özümdən sonra onların biri Allahın kitabıdır, digərisi mənim itirətim olan əhl-i beytimdir. Bu ikisi hovuzun yanına mənə çatana qədər bir-birindən ayrılmaz. Və bunların bərabərliyi bu 2 barmaq kimi. Bunu dedi, 2 şəhadət barmağını birləşdirdi.
Deyir, Cabir ibn Abdullah Ənsari deyir, fəqamə iləyhi Cabir, qalxdı ayağa Allah Rəsulunun tərəf dedi ki, ya Rəsulullah, mən itrətükə. Sual verir ki, itrətin kimlərdir? Deyir, Həzrət Cabirdə deyir ki, Aliyyun vəl-Həsən vəl-Hüseyn vəl-əimmətu min vuldil Hüseyn ilə yevmil qiyaməti. Bəs dedi, Həsən, Hüseyn, Əli və qiyamətə qədər Hüseyn nəslindən olacaq imamlardır. Aleyhissalam. Sonra məsələn, tarix-i Diməşqdə keçən başqa bir hədisdə var ki, 42-ci cildin 260-cı səhifəsində keçir. Cümey bin Umeyr nəql edir ki, anamla birlikdir Ayşənin yanına getdim. Anam ona sual verdi ki, mənə de, Peyğəmbər salavatlahın Əliyə sevgisi, məhəbbəti necə idi? Deyir, Ayşə ona dedi ki, o kişilər arasında Allah Rəsuluna ən yaxın şəxs idi. Mən özüm gördüm ki, Allah Rəsulu Əlini, Fatimə, Həsən və Hüseynlə birlikdə abasının altına aldı. Dedi ki, dua elədi. Bəs belə dua edir, Allahümmə həuləyə əhlül beyti, Allahümmə zhəb ənhumr ritsə və tahhiləkum tathira. Mən belə bir dua etdiyini gördüm. Peyğəmbər salavatlahın əbasının altına aldı. Onların pak olmağını dua elədi. Deyir, mən də qabağa gedib başımı əbanın altına salmaq istədim. Allah Rəsulu fədəfəəni, məni oradan uzaqlaşdırdı, qadağan elədi, məni mani oldu, dəf etdi. Və deyir, mən də sual verdim ki, ya Rəsulallah, əvələstu min əhlik, mən sənin əhlindən deyiləm, yəni əhl-i beytdən deyiləm. İnnəkə ələ xeyrin, qalə Rasulullah sallallahu aleyhi və aleyhi. Deyir, Peyğəmbər sallallahu dedi ki, sən xeyr üzərindəsən, innəkə ələ xeyrin, sən doğru yerdəsən, yoldasan, xeyr üzərindəsən, amma əhl-i beyt əleyhissalamdan deyilsən. Ki, bu mətndə bir rivayətdə var. Həmçinin mərhum Şeyx Xazaz Qumu Kifayətül Asar kitabında Əllam Məclisdə Bihar-ül Ənvarın 36-cı cildində bu rivayəti nəql edir ki, Musa ibn Əbdürrabih nəql edir ki, Hüseyn ibn Ali əleyhissalam, atası Əli əleyhissalamın sağlığında Allah Rəsulun məscidində idi və belə bir söz dedi. Peyğəmbər sallallahu aleyhi və aleyh bu cür deyib, yəni mənim babam bu cür deyib. Bilin ki, mənim əhl-i beytim sizin üçün əminamanlıq ünvanıdır. Ona görə də onları mənim sevgimə görə sevin və azmamağınız üçün onlardan möhkəm yapışın. Deyib, bir nəfər sual verdi ki, ya Rəsulallah, bəs sənin əhl-i beytin kimlərdir? Deyir, Həzrət cavabında buyurdu ki, Əli və Sibtəy və tis'əti min vuldil Hüseyn əimmətu umana'u məsumin əleyhissalam. Əla innəhum əhl-i beyti və itrəti min ləhmi və dəmi. Ki, Həzrət dedi ki, bunlar kimlərdir? Əlidir, mənim 2 nəvəmdir, yəni Həsən və Hüseyn əleyhissalam və Hüseynin övladlarından 9 məsum imamlardır və bilin ki, onlar mənim əhl-i beytim və itrətimdir. Onlar mənim ətimləndir və mənim qanımdandılar. Və yaxud da mərhum Şeyx Sadıq Xisal kitabında və Məanül Əxbarda və Kəmalüddin kitabında da bu rivayəti gətirir ki, Ətiyyə bin Avf, Ətiyyə də dediyimiz kimi ilk ərbəyin ziyarətçilərindən sayılır. Cabir ibn Abdullah Ənsarın qoca yaşında gözləri görməyən vaxtda onun kömək edib, həm də İmam Hüseyn əleyhissalamın ərbəyində ilk ziyarətə gətirən şəxsdir. Deyir ki, belə bir rivayət dedi Əbu Said Xudri, Peyğəmbər sallallahu aleyhi və aleyhdən nəql edib ki, mən sizin aranızda 2 ağır əmanət qoyuram, onlardan biri digərindən daha böyükdür. Ki, bəs biri hansıdır? Kitabullah həblun məmdudun minəs-səmai iləl-ardı və itrəti ki, biri Allahın kitabıdır, o səmadan yerə doğru birləşmiş bir ip kimidir, digəri isə mənim itrətimdir. Bu ikisi hovuzun yanına çatana qədər bir-birindən ayrılmayacaq. Deyir, mən Əbu Səidə sual verdim ki, fəqultu li Əbu Səid, mən itrətuhu. Və Peyğəmbər sallallahu itrəti kimlərdir, kimdir? O da deyir, fəqal cavabında bu cür dedi ki, əhl-i beyti. Allah Rəsulunun əhl-i beyti. Həmçinin Uyun Əxbarıda da kitabında da Şeyx Sadıq rəhmətullah aleyh 1-ci cildin 57-ci səhifəsində ki, mötəbər sənədlə yeni nəql edir ki, İmam Rıza əleyhissalam ta sənədi ilə İmam Hüseyn əleyhissalamdan, o da Əli əleyhissalamdan ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi nəql edilir ki, aramızda 2 ağır əmanət qoyuram, Allahın kitabı və mənim itrətim. Ki, sual olundu ki, bu itrət kimdir? İtrətdə məqsəd nədir?
deyir, Həzrət buyurdu ki, mən Həsən Hüseyn və Hüseynin nəslindən olan 9 imam əleyhissalam. Onların 9-uncusu, onların Məhdisi və qaimidir. Allahümme salli ala Muhammed və əli Muhammed. Və nə onlar Allahın kitabından, nə də Allahın kitabı onlardan ayrılar. Və hovuzun yanında Allah Rəsuluna qovuşana qədər belə də davam edəcək. Demək, bura kimi də bizim üçün bəyan oldu ki, nədir? Həqiqətən də itrət və əhl-i-beyt sözündə məqsəd kimlərdir ki, sonra bunu bəhanə etməsinlər ki, məsələn, xanımlardır, xanımlara aidiyyəti yoxdur və çox gözəl də izahlar verildi və düşünürəm ki, ağıl sahibləri üçün bu kifayətdir. Və biz baxdıq ki, Səqələyn hədisində həqiqətən də Allah Rəsulü sallallahu aleyhi və aleyhi öz əhl-i-beytini Quranla bərabər bizə çatdırmış, onu Quranın yanında və ona tabi olmağı, sarılmağı müsəlmanlara vəzifə olaraq vacibat etmiş və görürük ki, həm də Əhl-i-Beyt əleyhissalamın ki, Quranın yeganə həqiqi bilicisi kimi təqdim etmiş və onun kimi məsum pak qərar verildiyini bəyan eləmiş. Bizlərə bunu bir növ hədislərdə açıq-aşkar mesaj olaraq çatdırıbdır Allah Rəsulü. Ona görə də Əhl-i-Beyt əleyhissalamın tanınması, onların elmi irsinin sübut olunması, imamət və rəhbərliyin isbatı baxımından ki, qiyamət gününə qədər bu rivayət, Səqələyn rivayətləri yəni çox möhkəm bir dəlildir. Ona görə də İmam Zaman Əzəllah Fərzin imamətin möhkəm sübutlarından da biri Səqələyn hədisi sayılır. Hədisin əhəmiyyəti də həqiqətən də İslam ümmətinin ağır bir mənəvi yük, əmanət daşıdığının göstəricisidir ki, bu ikisi bir-birindən ayrılmaz, ayrılsa ki, fəsad baş verər və insanlar zəlalətə düşər. Ona görə də ümumi olaraq biz baxdıqda həmçinin rivayətin sənədində də olan ravilər çox elə bir həddə və elə bir kəslərdir ki, yəni bunların inkar olunması da mümkün deyil. Məsələn, biz baxsaq həm Əhl-i-Sünnə, Əhl-i-Beyt davamçılarının arasında kitablarında bu mütəvatir həddə rivayətlərdəndir ki, və onun da heç bir şübhəsi qalmır ki, Peyğəmbər sallallahu həqiqətən bu hədisi deyib, deməyib şübhəsi, düşüncəsi yaratsın. Məsələn, səhabələr içərisində biz baxsaq, görərik ki, həqiqətən də Əbu Əyyub Ənsari var, Əbu Zər Qəffari var, Əbu Rafi var, Əbu Səid Xudri var, Əbu Şureyh Xuzai var, Əbu Qudamə Ənsari var, Əbu Heysəm İbn Təyyah var, yaxud Təyyahən də deyirlər, Əbu Leylə Ənsari, Əbu Hureyrə, Ubey ibn Kəb, məsələn, böyük, bunlar da balacı deyil, təbii ki, böyük səhabələrdən sayırlar, Ümmü Sələmə var, Ümmü Hani var, Ənəs ibn Malik var, Bərra bin Azib var, Cabir bin Abdullah Ənsari var, Cübeyr ibn Müt'im var, Hüzeyfə bin Əsd əl-Qafari var, Hüzeyfə bin Yəmən var, Hüzeyfə ibn Sabit var, Züş Şəhadəteyn ləqəbi ilə ki, tanınır. Ki, Zübeyir var, Zeyd ibn Ərqəm var, Zeyd ibn Sabit var, Səd ibn Əbu Vakqas var, Salman Farsi, Səhl ibn Səd, Zümrə Sulami, yaxud da Zümrə Əsləmi də deyirlər. Təlhə bin Ubeydullah Təmimi var, Amir ibn Leyli ibn Zəmrə var, Amir ibn Vəsilə var, Əbdurrahman bin Af var, Abdullah bin Əbu Əhfa var, Abdullah bin Cəfər var, Abdullah bin Həntəb var, Abdullah bin Abbas var, Abdullah bin Ömər var. Baxın, nə qədər səhabədən bu rivayət gəlib. Ki, Ədi ibn Hatəm var, Uqba ibn Amir var, Əmmar bin Yasir var, Ömər Xəttab var, Əmras var. Ki, Əhl-i Beytə dost, düşmən, nə qədər Muhammed ibn Müslim var, Miqdad ibn Əsvad var. Ki, bu ravilərdən, səhabələrdən bu rivayətlər nəql olunubdur. Ki, mötəbər kitablarda ki, bu nəql edilmişdir bu ravilərdən. Hətta bəzi ravilərin adları, belə deyək ki, məsələn, mötəbər olmayan kimi də keçənləri qeyd olunubdur. Amma biz əsasən bura kimi saydıqlarımız elə bir ravilərdir ki, orada heç bir ixtilaf və problem yoxdur. Və biz baxsaq ki, Peyğəmbər sallallahu Əhl-i Beyti tərəfindən də bu hədisi ki, deyənlər var, yəni məsumlar tərəfindən əleyhissalam. Ki, biz baxsaq, Əli əleyhissalam deyib, xanım Zəhra salamla deyib, İmam Həsən əleyhissalam deyib, İmam Hüseyn əleyhissalam deyib, İmam Səccəd əleyhissalam deyib, İmam Baqir əleyhissalam, İmam Sadiq əleyhissalam, İmam Rıza əleyhissalam, yəni məsumlar İmam Hadi əleyhissalam üçün belə Səqələyn hədisini deyənlər var. İndi bir də tabeyinlərdən gəlib bu hədis həmçinin. Tabiin, yəni Peyğəmbər sallallahu aleyhi və aleyhi görmür, səhabələri görür, onlardan rivayət nəql edir. Onlar kimdir? Məsələn üçün, Əsbəq ibn Nəbatə, Haris-i Həmədan, ki,
əleyhissalam ona harda deyərdi, ya Hari Həmdan, Həbib ibn Əbu Sabit, Həsən ibn Həsən bin Ali ibn Əbi Talib, Hənş ibn Mu'tamir, Abdurrahman bin Əbu Said, Abdullah bin Əbi Rafi, Atiyyə bin Said Əl-Ahfi, Ali ibn Rabi'a, Umar ibn Ali ibn Əbi Talib, yaxud Əmir ibn Ali ibn Əbi Talib ki, əsl adlı ilə əmir olaraq keçməsi daha etibarlı görünür. Əmir bin Muslim, Fatimə bint Ali, Qasim bin Hassan, Muslim bin Sabih, Mutallib bin Abdullah bin Hantab, Yahya ibn Cədə, Yazid ibn Hayyan və s. Ki, nəticədə bu biz baxdıqda görürük ki, həqiqətən də tabeinlərin içərisində böyük tanınmış şəxsiyyət olaraq bilinən şəxslər də bu rivayətləri nə edib ki, həmin bu ravilər, yəni bu rivayəti də Səqələyn hədisində nəql edibdilər. Və biz diqqət eləsək, ümumiyyətlə bu rivayətlər mövzusunda Səqələyn hədisini həm də mənəvi olaraq ki, yəni ləfsi, kəlmə olaraq təvatür həddində olması müxtəlif nəsillərində hamısından ona nəql edən ravilərin çoxluğu mahiyyətinə biz baxsaq, görərik ki, hədisin ravilərini müxtəlif inanc, ki, əqidə sahibi, yaxud hansı bir siyasi qruplaşmanın içindən olması da göstərir ki, həqiqətən də bu Səqələyn hədisi bütün şübhələri darmadağın edir və bunu hər cür məzhəbə, siyasi gedişata, yola aid olan hər cür adamlardan, mömin olanlarından tutmuş belə, münafiq olanına qədər rivayəti nəql ediblər. Ona görə də burada heç bir şübhəyə yer qalmır. Və biz baxırıq ki, məsəl üçün, Səhih Müslimdə dediyimiz rivayət Zeyd ibn Ərqəmdən məsələn, rivayət səhihdir və alimlər hamısı bunu qəbul edirlər. Tirmizinin sünənində gələn Cabir ibn Abdullah Ənsarinin rivayəti səhihdir, heç bir problem yoxdur. Məsəl üçün, Albani ki, Səqələyn hədisini deyir ki, bu hədis rivayəti səhihdir. Hətta bir xatirə kimi danışılır. Deyir ki, mən o vaxt saytında oxumuşdum, deyir, bir Ər-Riyadda deməli bir elmi konferansda deyir, gördüm ki, bir nəfər cavan hədis elmləri tələbə dərs oxuyur və orada dissertasiya müdafiəsində çıxıb şeydən danışır. Səqələyn hədisindən danışır və onun zəif olduğunu deyir. Deyir, mən baxdım, gülümsədim ki, gördünüz bu cavan hələ hədis elmlərində həqiqətən də çox zəif və tənbəl bir insandır ki, dərslərini yaxşı oxumayıb və hələ bilmir ki, o hədis zəif deyil, səhihdir. Yəni, buna görə də bu rivayətdə həmçinin, sonra Hakim Şapurinin müstədəkindən dediyimiz Zeyd ibn Ərqəmin hədisi ki, Qədirxan xütbəsi də onun içində gedir, səhih deyilibdir. Məsəl üçün, Zəhəbi kimi, İbn Kəsir kimi alimlər də qeyd ediblər ki, bu rivayətin sənədi səhihdir. Heysəminin Məcmu'u Zəvaiddə Zeyd ibn Sabitdən nəql etdiyi rivayəti səhih götürürlər. İsnaduhu ceyyid və rivahü Təbrani fil-Kəbir və ricaluhu siqat ki, sənədləri çox güclüdür. Təbərani Mucəmül Kəbirdə rəvayət edibdir və hədisin raviləri siqədirlər, etibarlıdırlar. Albani, Cəlaləddin Suyuti var da həmçinin öz kitablarında ki, qeyd ediblər ki, rivayət səhihdir. Ki, məsələn, bu baxımdan da biz götürəndə görürük ki, həqiqətən də bunun mütəvatirliyinin heç bir şübhəsi qalmır. Və biz həm də baxırıq ki, Əhl-i əleyhissalamın Quranla bərabər həll edici bir yolu var. Ha belə deyək ki, onların İslam ümməti üçün elmi və siyasi müraciət mərkəzi olmasının zəruriliyi, ehtiyaclılığı tələb edirdi ki, Peyğəmbər sallallahu öz ömrünün sonlarında onların məqamını açıqlamaq üçün istənilən bir fürsəti qənimət kimi dəyərləndirsin və müxtəlif yollarla bu məsələni təkid edib çatdırsın. Ki, dediyimiz kimi, yəni də rivayətlərdə də baxdıq ki, Allah Rəsulü Ərəfə günündə, Ərəfat çölündə bunu deyib, Xeyf məscidində deyib, hədisləri biz oxuduq keçən bəhslərdə. Minada deyib, Məscid-ül Həramda deyib, Hiccətül Vidada deyib, Qədirxunda, Mədinədə xütbəsində deyib və vəfatında olan xəstəliyi zamanı ki, artıq vəfatının son vaxtları idi, orada da evində yenə bunu deyibdir. Ona görə də həqiqətən də alimlər hamısı deyibdir ki, məsələn, mən birini qeyd edeyim, İbn Həcər Heysəmi Əs-Səva'iqul Muhriqə kitabında bir şey gətirir. Deyir ki, bil ki, Səqələyn hədisinin çoxlu mənbələri var.
ki və bu hədis 20-dən çox ki səhabədən nəql olunubdur. Sonra deyir ki, bir çox mənbələrdə ki biz əvvəldə qeyd eləmişik, ففي بعض تلك الطريق أنه قال ذلك بحجة الوداع بعرفة في أخرى ki deyir, o qeyd eləmişik və bəzisində demişik ki, mənbələrdə bu xütbəni Peyğəmbər salavatullah haçan, məsəl üçün Hiccətül Vidada Ərəfədə deyib və yaxud da ki başqa yerlərdə, digər hədislərdə isə Allah Rəsulü onu xəstələndiyi zaman Mədinədə dediyi qeyd olunur və otağı səhabələrlə dolu olduğu zaman bu hədisi deyir və bir dəstə hədislər də var ki, o hədislər deməli deyilir ki, Qədirxunda deyilibdir. Və bəzi rivayətlərə görə isə Peyğəmbər sallallahu bu hədisi Taifdən qaydanda öz çıxışında deyibdir. Yəni Taif məntəqəsindən qaydanda ki, əslində isə bunu tapmaq mümkün deyil mənbələrdə. Çünki niyə? Əbdurrahman İbn Af belə bir söz deyibdir. O deyir, Peyğəmbər sallallahu ki, Taifə hücum elədi. Cəmaata belə bir söz dedi ki, Əyyuhənnas, inni fəratun ləkum və usikum bi'itrəti xayran və innə məv'idukum əl-havd. Deyir ki, ey insanlar, mən sizdən əvvəl gedəcəm, yəni dünyamı dəyişəcəm də və sizə vəsiyyət edəcəm ki, itrətimi sizə vəsiyyət ediləm. Həqiqətən də sizinlə görüş yerimiz, qarşılayacağımız yer, vədələşəcəyimiz yer hovuzun yanıdır. Ki olsun ki, buradan yəni götürübdür ki, bunu da qeyd edibdir və bütün bu mənbələr arasında ziddiyyət yoxdur. Çünki Allah Rəsulü Allahın kitabına və itrətə bəslədiyi xüsusi diqqətə görə onu qeyd olunan müxtəlif məkanlarda və qeyd olunmamış yerlərdə dəfələrlə söyləməsində də bir nə yoxdur ki, maniyə yoxdur. Və biz sonra gördük ki, həqiqətən də Peyğəmbər sallallahu aleyhi və Əhl-i-Beyt əleyhissalam hədislərdə neylədi? İtrət mənasını, Əhl-i-Beyt kəlməsimizi açıqladı, aşkarladı ki, nəticədə bizə bunu çatdırdı ki, həqiqətən də itrət və Əhl-i-Beyt deyəndə məqsəd kimlərdir? Və Peyğəmbər sallallahu Təthir ayəsini açıqlayanda şəxsən öz itrətin, Əhl-i-Beytinin də kim olduğunu adları ilə, hətta gələcəkdə olacaqları ilə bunu çatdırdı ki, artıq heç bir izaha, yozmaya, zənnə, şübhəyə yer qalmasın. Və ona görə də biz üçün bu tamamilə sabit oldu ki, və həmçində dinləyənlərə də kifayət eləyər ki, həqiqətən də bu dəlillər çox qanedici, qəlbləri aram edən, itminan hasil edən amillərdir, dəlillərdir. Vəlhamdülillah Rabbil aləmin.